Bu filmi izləyəndən sonra düşündüm ki, bu haqqda mütləq danışmalıyam. Michael Jackson elə bir fenomendir ki, onun haqqında sadəcə musiqi tərəfindən danışmaq kifayət eləmir. Dünyanın müxtəlif yerlərindən insanlar ürəkləri gedirdi, huşlarını itirdilər, onu görəndə ağlayırdılar və bir çox insanlar onun haqqında düşünəndə deyirdilər ki, o mələkdir. Gəlin bugün onun şəxsiyyətinin analizini edək psixoloji aspektdən. Zənnimcə Michael'ın çox fərqli və özünə məxsus bir tərəfi var idi. Onun maskulin, yəni kişi və feminin tərəflərin çox inanılmaz dərəcədə birləşməsini biz müşahidə edə bilərik. İlk növbədə intervyularda biz görə bilərik ki, çox empatik, həssas, çox anlayışlı bir insan idi Michael Jackson. Paralel olaraq da onun səsi çox zərif və qadın səsinə bənzər bir tonda idi. Eyni zamanda səhnədə onun yaratdığı obrazlarda, mahnılarda, ötürdüyü enerjisində çox güclü maskulin tərəfini müşahidə edirdik. Düşünürəm ki, bu iki bir-birinə zidd olan bir şeyin birləşməsi insanlarda hər zaman maraq yaradır. Michael Jackson uşaqlıq yaşamayıb. Çünki onun atası çox əzmkar, hətta narsist biri idi. Atası övladlarını pul qazanmaq üçün resurs olaraq görürdü və onları saatlarla, günlərlə işlədirdi. Heç bir səhv etməyə icazə vermirdi. Düşünürəm bunun fonunda Michael Jackson'ın narsistik travması formalaşdı. Mən mütəmadi olaraq işləməliyəm, ideala çevirməliyəm. Əgər insanlara nəsə təqdim eləyirəmsə, bu mükəmməl olmalıdır. İnsanlar məni sevsinlər deyə mən çalışmalıyam. Bu kimi düşüncələr onun beynində əminəm ki, çox fırlanırdı. Eyni anda biz müşahidə edə bilirik ki, Michael Jackson öz xarici görünüşünü bəyənmirdi. Dismorfofobiyadan əziyyət çəkirdi. Saysız əməliyyatlar, öz görünüşü ilə işləmlər və bu kimi problemləri də müşahidə edirdik. Amma nə edirsə etsin, görünür ki, heç vaxt tam razı qalmırdı. Michael Jackson'ın uşaqlara, heyvanlara çox fərqli bir marağı var idi və bu insanları düşündürürdü, hətta ondan şübhələndirirdi, şayələr yaranmasına səbəb olurdu. Michael Jackson o qədər daxilində yalnızlıq hissi yaşayıb, boşluqla üz-üzə qalıb ki, nəticədə bu yaşadıqlarını incəsənətə və öz yaratdığı ölümsüz əsərlərə yansıdıb.